Allah rəhmət eləsin, mərhum Hacı Şahin onun bu əzadarlıqlara deyilmiş kəlmələrə bir cavabı var idi, bir videoydu hazırlanmışdı və yəqin ki, çoxlarınız da rastınıza çıxıb. İnandırın ki, o qədər mükəmməl cavab verib ki, o məsələlərə, o şübhələrə, o iradlara. Həqiqətən, yəni düşünürsən ki, o cavabdan sonra artıq cavab deməyə ehtiyac qalmır. Yəni mükəmməl cavab. Bir nəfərin təəssüfkeşliyi olmasa, insafı olsa, o cavabları oturub dinləsə kifayət eləyər onu, bütün zehnindəki sualları aradan geçsin. Son günlərdə deyilən sözlər, demirəm, xalqın böyük bir kəsimi bu sözləri deyir, yox. Bir dəstə insan deyir. Biraz da çox səs-küy salır, elə bilirsən ki, çoxdular. Nə deyir? Deyir ki, 2 ərəb dava eləyib 1000 il bundan əvvəl, vay şivən salmaq nəyə lazım? Bu bir sözdür. Bizə bunun nə dəxli var? Bəs də yaslandıq, qəmləndik, bizə sevinc lazımdır. Günəşin qabağından çəkilir, cəmaat sevinsin. Bəsdir, qaramat, qara günlüyü təbliğ elədiniz, ağlaşma qurdunuz. Biri deyir ki, inkişaf eləmək lazımdır, bəsdirin dair. Sevgi intim məsələdir, sevgini nümayiş etdirməzlər. Orduda din amili var, inanc var, İmam Hüseyin sevgisi var, bu təhlükəlidir. Qısa-qısa bunlara cavab verin. Əvvəla sən niyə bunun adını əvvəldən vay-şivən qoyursan ki? Bu nə negativ məna yükü olan sözdür. Yaxına gəl, oturaq müzakirə eləyək, izah eləyək. Din 2 istiqamətdə dəvətini qurur. Rasional müstəvi, ağıl, məntiq, dəlil, sübut, emosional müstəvi, qəlb, hisslər, ruhun dərinliyi. Rasional müstəvi haqqında ayə deyim sizə. Ud'u ilə səbili rabbikə bil hikmə. İnsanları Rəbbinə doğru çağır hikmətlə, yəni rasional tərzdə. Dəlil sübutla danış Peyğəmbər. Sözü dəlillə əsaslandır, ağılları qane elə. Bu rasional müstəvi. Bir ayə də oxuyayım. Buyurur ki, və idə səmi'u mə ənzələ illər-rəsul tərə ə'yunəhum təfizu minəd-dəm' mimmə ərəfu minəl-haqq. Buyurur ki, Peyğəmbərə nazil etdiyimizi eşitdikdə həqiqəti tapdıqları üçün gözləri yaşarar, emosional hal. Bunların biri olmasa, ikincisi naqisdir. Emosiya ağla söykənməsə fanatizmdir, ağıl emosiyasız olsa quruluqdur, soyuqluqdur, hərarəti olmayan bir düşüncədir, fəlsəfi görüşdür. O, həyat tərzi ola bilməz. Bu ikisinin vəhdəti, rasionallıqla emosionallığın vəhdəti yoldur. Kərbəlada elə. Göz yaşı axıtmaq qadağandır. Kim dedi? Nəyə istinad edirsən? Harada yazılıb? Quran deyir ki, Yaqub Peyğəmbər Yusifa ağladı, gözü tutuldu və təqdir edir onun halını. Yusif sağ ola-ola Yaqub ağlayır. Eşqi görürsən, şəhidə ağlamaqdırsa Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur. Təşviq edir ki, Həmzəyə ağlasınlar. Sual, cənnətə gedənə niyə ağlayırıq? Cavab, cənnətə getmək şəhidin fərdi uğurudur, müvəffəqiyyətidir. Amma şəhidlik bir ictimai hadisədir. Bir yerdə haqq əhlini, haqq dediyinə görə öldürürlərsə, haqq tərəfdarı həmin gün bayram eləyə bilməz. Haqqın əzildiyi gün mən bayram eləmirəm. Düzdür, haqq əhli cənnətə getdi, amma bu ictimai hadisədir. Mən buna qiymət verməliyəm, mövqeyimi bildirməliyəm. Niyə bu daha çox? Çünki başa düşün, Peyğəmbər ailəsinə qarşı soyqırım həyata keçirilib. Kərbəlada məqsəd bu nəsli kəsmək idi. Kərbəla tarixdə görünməmiş bir hadisədir. Tam batillə tam haqqın üzə gəlməsidir. Heç vaxt belə olmuyor. Südəmər uşaqdan 90 yaşda kişiyəcən qətlə yetirilir. Allahın möcüzəsi ilə Əhl-i-Beytin bir nümayəndəsi sağ qalıb. Peyğəmbər ümməti özünə adlandıran, namaz qılıb oruç tutub həccə gedən adamlar Peyğəmbər ailəsinin qanına susuyur və onları yer üzündən silmək qərarına gəlir. İkincisi, adamlar cənnətə gedib. Sənin ürəyindəki daş parçasıdır yoxsa, içindəki yoxsa qəlb gəzdirirsən sən. Necə yəni? O qədər bizim igid qəhrəmanlarımız cənnətə gedib, əmin cənnətə gedib, amma ailəsi danışır, xatirələrin gözümüz yaşla dolur. Bu insani duyğunu təftiş eləyəcəksən. İnsanlara deyirsən ki, mərhəmətli olma, acıma, yanma. Bu nə tərz təfəkkürdür? Demirsən, aramlıq istəyirəm. Bəli, aramlığı Hüseynin sevgisi təmin eləyib bu ölkədə, əsrlərlə. Bu sevgini alsan, dindən çıxartsan, yerində qalır radikallıq, fanatizm, sərt ehkamçılıq.
halal haram, olar olmaz, vəssalam. Şirk filan filan filan. Bax belə bir qorxunc İslam siması yaranır.